Allah hardadır? Bax, belə bir ayə var. Və huvallah fis-səmavati və fil-ard. O Allahdır. Səmalar. Kim ki səmalardadır və yerdədir. Bəli. Yerdədir deyir. Biz yerin hər tərəfini gəzmişik, yoxdur. Yəni Allah Titovda kosmosa çıxıb deyir, kosmosda da Allahı görmədim deyir. sən yerdə Rahman görürsənmi? Rahman olan Allah. Rahman nədir qardaş? Bütün nemətləri bizə ihsan edən şəfqətli bir Allah görürsənmi? Hikmətli bir Allah görürsən. Hikmətli bir iş görürsənmi? Nə bilim Allah. Yəni Allah hikmətlidir, Allah rəhmətlidir, şəfqətlidir. Biz zaten bütün videolarımızda barbar bağırırıq. Orada zaten biz görürük ki, hikməti ilə, elmi ilə, qüdrəti ilə Allah hər yerdədir. Həm yerdədir, səmadadır, səmada Allahın isimləri təcəlli eləyir. Bunu görürük biz zaten. O ayədə bir ziddiyyət yoxdur da. Səmada Allahı görmədim. Səmaya demək ki, hikmət nəzəri ilə baxa bilməmsən. Sən o səmaya baxırsanmı? Elə bir ki, bir boşluqda dayanıblar da. Orbitlərindən fırlayıb çıxmırlar da. Biri o birisinin başına dəymir. Tam hikmətli şəkildə yerində durublar hamısı. Bir ulduz düşüb insanın başını yarmır. Belə sən desən xaosdur, düzənsizlikdir. Əlbəttə ki, fırlayıb darmadağın qarışardı bir-birinə. Görür ki, nə qədər hikmətli düzülüblər, tavansız, dirəksiz, hamısı hikmətlə öz vəzifələrində dönürlər belə. Bir-birinə dəymirlər. O zaten sən Allahı orada görürsən. Allahı görməsən bu qədər şey niyə verirsən? Bunu məncə bu suala cavab verməliyəm ki, necə dururlar bunlar burada, bu planetlər? Niyə bir-birinə dəymirlər, dağılmırlar, tökülmürlər? Bu qədər şeyin içində yer balaca planet, yəni heç biri gəlib dağıdıb əzmir. Yerdəki bu qədər canlılara əziyyət vermir. Niyə olur? Niyə ay elə hikmətli yerdə durub? Digər planetlərdən gələn ozon təbəqəsi ultrabənəfşəyi şüaları odur. Niyə bu qədər hikmətli? Sanki qəsdi olaraq ay orada durmalıdır, ozon təbəqəsi burada durmalıdır. Niyə bu qədər qəsdi biz nizamlar gördüyümüz halda deyirik ki, ay xaosdur, ay şeydir, düzənsizlikdir, kainat başdan başa qarışıqlıqdır. Niyə burada belə nizamsızlıq görürük? O tərəfdə elmin məsələn yerin cazibə qüvvəsi çox böyük bir nizamdır. Oradan heç nə çıxa bilməz. Niyə orada yerin cazibə qüvvəsi deyirik? Zaten bu Allahın cazibəsidir ki, bu qədər planetlər havada gəzir, bir-birinə dəymir. Ən böyük cazibə budur. Sən Allahın burada cazibəsini görmürsən, xaos, nizamsızlıq deyirsən. Burada kiçik bir qanuna sən ilah dərəcəsində deyirsən ki, yox, bu qanunu səhv eləməz. Elə xaossa bax burada, gör yerdə də xaos var həm də. Cəzb eləməməlidir. Bu nizamlar, bu qəsdi işlər, indi mən elmi olaraq bunu durub hər şeyin bir mahiyyətini demək olar. Oksigen niyə kainatda bu qədərdir, dənizdə, havada bu qədərdir, dənizdə bu qədərdir nisbəti. Yer niyə günəş bu qədər uzaqlıqdadır, Yupiter niyə buradadır, Venera niyə oradadır? Hamısının bir hikmətini saymaq olar. Əlbəttə ki, hamısı hikmətdir. Zaten biz insan bir ömür boyu öyrənir biz. Bir hamısının dərinliklərinə gedir. Niyə? Çünki hər birində bir nizam var. Nizamsızlıq olmasa zaten biz heç bir şeyi öyrənə bilmərik. Ağlımız da bir nizamdır ki, o nizamı görür. Ağıl tərəzisindən biz tartmalıyıq. Deməli ki, bunu eləyən biz deyilik. Şuursuz atomlarda deyil. Burada bir qüvvət var, güc var, rəhmət var, bizi bilir, bizə uyğun şəkildə hər şey tam ehtiyacımıza uyğun şəkildə ehtiyacımız olan anda bizə bəxş eləyir. Demək ki, üstün bir qüvvədir və biz buna Allah deyirik. Quran-Kərim bizə bunu bildirir.